Universiteti bitirdikdən sonra diplomların Azərbaycanda təsdiqi məsələsi. Bəli. Bunlarda danışaq. Azərbaycanda diplomların təsdiqi Ukraynanın demək olar bütün dövlət universitetləri Azərbaycanda təsdiq olunur. Sadəcə fevral ayında çıxmış qərara əsasən bəzi ixtisaslar var ki, onlar imtahana tabe tutulurlar. Yəni diplom aldıqdan sonra tələbə bu hüquqdursa, bu tibbdirsə, bu sahə üzrə imtahan verirlər təsdiq ala bilmək üçün. Başqa digər ixtisaslar, çoxdur ixtisas, məsələn turizm, kompüter mühəndisliyi, menecment, bu ixtisaslar üzrə təhsil alan tələbələr birbaşa təsdiq alırlar və təsdiq müddəti 50 gündür yerləşdirilir. Bir də sadalaya bilərik hansı ixtisaslar? Kompüter mühəndisliyi, turizm, menecment, biznesin idarə olunması və yəni bir çox ixtisaslar var. Bunların təsdiqi daha rahat gedir. Bəli, bunların təsdiqinə heç bir imtahan, heç bir şeyə ehtiyacı yoxdur. Sadəcə onlayn şəkildə yerləşdirirlər Nazirliyin səhifəsinə, Təhsil Nazirliyimizin. Eyni şəkildə yerləşdirirlər və 50 gün içində cavabı gəlir. Yəni adətən bu Ukraynadakı universitetləri bitirən tələbələrdə 20-25 günə gəlir. Təsdiqi yəni o şəkildə əldə etmiş olurlar. Bizi yeni izləməyə başlayan tamaşaçılar üçün bildirmək istəyirəm ki, efirimizin qonağı NF Education təhsil şirkətinin təsisçisi, rəhbəri Faiq Nəsirlayevlə danışırıq və onun qonaqları, valideynimiz və tələbəmiz buradadır. Ukraynada təhsillə bağlı danışırıq. Onlayn dərslər onlayn keçirilir və onun nə kimi faydaları var, bu barədə danışırıq.